63-cü ildə Bəxtiyar müəllimin öz anasına yazdığı şeiri sizlərə oxumaq istəyirəm. Nə tez əllərini üzdün dünyadan, balanı tək qoyub hara getdin sən? Necə yox olurmuş bir anda insan, elə bil dünyada heç yox imişsən. Günəş qürub etdi, otaq qaraldı, bir anda yox oldun sən xəyal kimi. İndi düşünürəm, səndən nə qaldı? Könlümdə xatirən qara xal kimi. Məni boya başa yetirdin, ana. Bizə borclu bildik hər zaman səni. Sən məni dünyaya gətirdin, ana. Mənsə yola saldım dünyadan səni. Sən mənə beşikdə laylay çalmışsan. Bugün laylay çalım sənə məndəmi? Sənin şirin, şirin laylalarını mən sənə qaytarım cənazəndəmi? Yuxum şirin olsun deyərdin mənə. Yuxum şirin olsun deyim mi sənə? Mən gərək başına dönəm, dolanam, məni həyat üçün yatıran anam. Söylə ölüm üçün necə yatırım səni mən bugün? Bu necə dünyadır, anlamıram mən. Cilvəsi cürbəcür, rəngi cürbəcür. Dünən nəfəsiylə səni isidən bugün buza dönüb, daşa dönübdür. Bu necə dünyadır? İnsan oğlunun xəyalı göydədir, özü yerdədir. Sağ ikən çiynində həyatın yükü, öləndə cəsədi çiyinlərdədir. Bu necə dünyadır? Bu necə dünya? Ölümü həqiqət, həyatı rüya. Anam, heç kəs səni incitməmişdir. Mən səni incidən qədər. İndi kimə açım dərdimi bir-bir? Kim mənim dərdimə yanar sən qədər? Evin hər küncündə görünür yerin. Gözüm axtarcıdır, ana. Ay ana. Nənəm hanı deyir körpə Azərin? Mən nə cavab verim ona? Ay ana. Bilmirəm bu ölüm nədir həyat var ikən. Nəfəsin ay anam hələ evdədir, özün yer altında daşa dönmüsən. Kimləri çağıraq bugün 7-yə? Xalalar, bacılar soruşur məndən. Anamdan soruşaq, o bilər deyə sənin otağına üz tuturam mən. Anam, tapşırıldın ana torpağa. Bu ölüm sinəmə çəkdi dağ mənim. Sən mənim arxamda bənzərdin dağa. Elə bil arxamdan uçdu dağ mənim. Bugün 7 oldu anam, 7 gün. Bizimlə bərabər ağlar otaqlar. Sənə, yalnız sənə demək üçün nə qədər könlümdə mənim sözüm var.
Ömrü başa vurdun 60 yaşında. 60'ın üstünde durup yaşında. Artık benim için dayanan zaman senin için dolanır. Gün geçir. Sen benden uzaklaşırsın. Ben sana gün be gün yakınlaşırım.